Esselamu Aleyküm ya Fatıma binti Mesih Kazım sallallahu aleyhe. Elhamdülillahi Rabbil alemin. Allah'ım sonsuz şükürler olsun ki bu mübarek günde anamız Zehra sallallahu aleyhe mübarek gününde bizlere bu güzel mekanı, güzel günde, güzel mevludda bize lütfedin ki buranı ziyaret edelim. İlahi, sen benim hidayet olmayanlar hakka hidayet eyle. Sen de özlerine ehl-i beyt taraftarları ki sayırlar. Allah'ım onlara həqiqi mərifət nəsib elə ki, Xanım Zəhra sallallahu aleyhə tanımağa müvəffəq olsunlar. Bu mübarək məkanı boş saxlamasınlar. İlahi, cəmiyyən arzusunda olanlarla baxan bizlərə də dünyada olan Əhl-i Beyt və Allah da Əhl-i Beyt Aleyhisselamın xüsusən də Bəqi qəbristanlığının Peyğəmbər sallallahu aleyhi və səlləm Kəbə evinin, Xanım Zeynəb, Xanım Rüqayyə Ərbəyin ziyarəti, mərifətlə ziyarət eləməyimizə Allah'ım lütf elə. Allah xəstə mərzləri şifa nəsib eləsin inşallah. Allah subay bazqarlarlara hazır özələ nəsib eləsin. Allah ruhanlarımıza haqqa hidayət eləsin ki, bu gözəl məkanı bizlərə tanıtırsınlar və Əhl-i Beyt Aleyhisselamın mərifətini tanımağa, bizlərə mərifətli olmağa, bizlərə yardımcı olsunlar özlərindən baxan. Allah zamları lənət eləsin.